Bismillahirrahmanirrahim. Allah cəm şəhidlərimizə rəhmət etsin inşallah. Kərbala şəhidləri ilə məşhur olsunlar. Şəhidlik böyük bir zirvədir, böyük bir məqamdır. Quran-ı Kərimdə Allah Teala ayə şərifdə buyurur ki, qisasda həyat var. Yəni ki, bu şəxslər, bu mübarək insanlar qisas alaraq torpaqlarımız ki, işğal olunmuşdur, bu torpaqlarımızı azad ederek öz qanlarıyla müstəqilliyimizi biz bərpa etdik. Yəni ki, bu qisasda həyat var. Yəni bunlar bizə, biz insanlara həyat verdilər. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qaranlarına sağ-salamatlı yaxınlaşsın. Teşekkür ederim. Allah size buyurcular. Allah cəm şəhidlərimizə rəhmət etsin. Məkanları alıdır, daha da üzəlsin. Bu anım günləri əslində şəhidlərimizin dünyadan köçdüyü, şəhadətən yüksəldiyi günlərdir. Lakin öz qanlarıyla, canlarıyla qələbə gətirdikləri üçün bu günləri biz həm aftan kimi, həm bayram kimi qeyd edirik. Çünki 30 ildən çox həsrətli çəkdiyimiz torpaqlarımıza qayıtlardır. Eyni zamanda öz qardaşlarını, onların dinlərdə qoymadılar. Allah təala onların məkanı uzadır. Peyğəmbər və əhl-i beyti ilə məşhur etsin inşallah. Allah cəm şəhidlərimizə rəhmət etsin. Allah şəhid valideynlərinə və səbr versin. Allah səbir versin. Allah rəhmət eləsin. Bəli.